بسم رب الشهداء والصديقين ولا تحسبن الذين قتلوا في سبيل الله أمواتا اللهم صل على محمد وآل محمد وعجل فرجهم Esselamu aleyki ya bintə Nəbiyyillah. Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, bildiyiniz kimi Əyyam-ı Fatimə günlərindəyik. Xanım Zəhranın, anamız Zəhranın bu kədərli, hüzünlü şəhadət günlərindəyik. Bir daha bu hüzünlü günlərlə əlaqədar başda ağamız, Mövlamız İmam Zaman əleyhissalam olmaqla siz dəyərli müsəlman bacı və qardaşlara başsağlığı veririk və Allahdan qiyamət günündə xanımın şəfaətini bizlərə nəsib etməsini diləyirik. Dəyərli izləyicilər, mövzumuz bilirsiniz ki, səqifədən şəhadətədir. Yəni, keçən verilişimizdə də qeyd etdik ki, Həzrəti Peyğəmbər Səlavatıllahın vəfatından sonra ta xanım Zəhranın şəhadət gününə qədər olan mövzu ilə əlaqədardır ki, inşallah ustadımız bu gün də bu mövzular ətrafında inşallah bizlər üçün lazım olan mətləbləri qeyd edəcək. Necə ki, ötən verilişimizdə ustadımız qeyd etdi ki, Peyğəmbər Səlavatıllahdan sonra o ki, hələ Peyğəmbərimizin mübarək cənazəsi yerdə qalmışdı. Ənsarlar nə üçün siyasi toplantı keçirdilər? Bunun bir neçə səbəblərini ustadımız qeyd etdi. O cümlədən bunlardan biri rəqabət idi ki, Ənsarla mühacir arasında bəzi rəqabətlər var idi. Qorxu var idi ki, Ənsar qorxurdu ki, mühacirlərdən bəzi bir də şəxslər gələr iş başına, bunlara əziyyət eləyərlər və s. başqa səbəblər. Və bunun kimi təəssübkeşlik, riyasət tələblik bu kimi mövzular idi ki, ustadımız ötən verilişdə bu haqda ətraflı məlumat verdi. İnşallah bu gün də başqa bir mövzu ətrafında inşallah ustadımız bizlər üçün söhbət edəcək. Peyğəmbər Səlavatullah buyurur ki, Əvvəlu şəxsin tədxulul cənnətə Fatimə. Cənnətə ilk daxil olacaq şəxs Fatimədir. Biz də Allahdan arzu edirik, istəyirik ki, bizlərə də o ləyaqəti versin ki, cənnətdə xanım Zəhranın qonşusu ola bilək inşallah. Hörmətli izləyicilər, verilişimizin həmişə olduğu kimi daimi qonağı Cənab Höccətül İslam Atabəy Biniyatovdur. Salam aleykum ustad, hər vaxtınız xeyir olsun. Bu əzalı günlərlə bağlı sizə də başsağlığı veririk. Aleyküm salam və rəhmətullah. Çox sağ olun. Mən də sizə bir daha olaraq başsağlığı deyirəm və o cümlədən bizi izləyən bütün tamaşaçıları salam deyirəm və onlara da mən bu Fatimiyyə günləri ilə əlaqədar başsağlığı deyirəm inşallah. Allah razı olsun ustad, təşəkkür edirik. Dəvətimizi qəbul etdiniz, gəldiniz. Allah sizdən razı olsun. Ustad, ötən verilişimizdən qısa olaraq düzdür, qeyd etdik, bəzi mətləbləri danışdınız. Həqiqətən də lazımlı və dəqiq nöqtələr idi ki, bəzi məsələlər bir çox müsəlmanlara qaranlıq qalır ki, gözəl şəkildə izah etdiniz, danışdınız. Və bu gün də belə bir sual vermək istəyirik ki, Peyğəmbər Səlavatıllahdan sonra ənsarlar nə üçün rəhbərlik iddiası edirlər? Yəni bunların səbəbi nə idi? Yəni ki, bunları təhrik elədi ki, Peyğəmbərin açıq-aşkar göstərişinə baxmayaraq bunlar yenə də rəhbərlik iddiası elədilər. Bismillahirrahmanirrahim və bihi nəstə'in innəhu xeyr nasirin və mu'in. Bilirsiniz Murtəza müəllim, ənsar digər müsəlmanlara nisbətən bir neçə onların üstün cəhətləri var idi ki, digər müsəlmanlarda demək olar ki, yox idi. Bu hansı səbəblər idi ki, bu o üstünlük cəhətlər səbəb oldu ki, ənsar özlərini, yəni rəhbərliyə layiq bildilər. Bir neçə səbəb var ki, inşallah bu barədə mən ətraflı söhbət eləyəcəm ki, ümumiyyətlə hər bir nəticə varsa, mütləq bunun səbəbi var. Birinci bundan ibarətdir ki, bilirsiniz, hələ Peyğəmbər Səlavatullah Be'sətin 12-ci ilində, Peyğəmbərin Məkkədə olarkən, Peyğəmbərliyinin 12-ci ilində, o dövrlər Məkkədə bildiyiniz kimi Qureyş
Peyğəmbər sallavatullahı mühasirədə saxlayırdı. Həm iqtisadi Bəli, baxımından, həm siyasi baxımından, həm də ruhi baxımından Peyğəmbər və o səhabələrə, mühacirlər hələ gəlməmişlərə çox əziyyət edirdi. Məxsusən Şeybə Əbu Talib deyirlər. Orada onlara çox zülm edirdilər. Çoxlu şərait qoymuşdular ki, digər ərəblər onlarla heç bir əlaqə qura bilmirdilər. Nə, məsələn, ailə münasibətləri, yəni qız verə bilmirdilər, qız ala bilmirdilər, icazələri yox idi. Heç kəs onlarla alver etmirdi. Get gəl, hər bir şey kəsilmişdi. O qədər çətin vəziyyətdə idi ki, hicrətin, Be'sətin 12-ci ili bildiyiniz kimi Ənsardan, yəni o dövrlər Mədinədən 12 nəfər gəldilər Məkkiyə ziyarət adı ilə, ora gəlmişdilər. Əqəbə deyirlər, birinci əqəbə. Birinci əqəbədə orada bir yer var ki, o boğaz keçid yeri var. Orada bildiyiniz kimi birinci Peyğəmbər sallavatullahla 12 nəfər Be'sətin 12-ci ili beyət elədilər və ikincisi isə əqəbə gəldi Be'sətin 13-də. Peyğəmbər sallallahu bildiyiniz kimi Məkkədə 13 il olub Peyğəmbərliyi dövründə. Amma Mədinədə sonra isə 10 il. Bu 13-cü Be'sətin ilində Peyğəmbərlə təqribən 75 nəfər o Mina kənarında olan keçiddə, əqəbədə, o boğazda 75 nəfər Ənsardan gəlmişdilər. Gəldilər orada həm Peyğəmbərlə beyət elədilər, həm də ki, Peyğəmbər sallavatullahı ora dəvət elədilər. Orada müəyyən həddə Peyğəmbər onlarla şərt kəsdi və Peyğəmbərə onlar nə elədilər? Söz verdilər ki, həm bir neçə səbəb oldu ki, orada biri bu idi ki, Peyğəmbərə söz verdilər, biz malımızla, canımızla səni himayə edəcəyik və hər nə lazım olsa, biz sənin arxanda dayanacaq. Hər cəhətdən himayə Hər cəhətdən himayə edəcəyik. Orada bəzi şərtlər oldu və Ənsar orada Peyğəmbəri dəvət elədilər və ondan sonra Peyğəmbər sallallahu nə elədi? Hicrət elədi ora. Bu üstünlüyü burada idi ki, əslində orada həm iqtisadi, həm siyasi, həm də ruhi baxımından o müsəlmanlar, Peyğəmbər də onun içində olmaqla Qureyşin əhatəsində və mühasirəsində olduğu halda Ənsar səbəb oldu ki, o sıxıntı və mühasirə aradan geçsin. Bunların səbəbi. Bəli, bəli. Birinci üstünlüyü budur ki, Peyğəmbər və müsəlmanların, Məkkədə olan müsəlmanları o sıxıntıdan bunlar azad edədilər. Bəli, bu səbəb oldu. Bu çox gözəl bir nöqtədir qeyd etdiniz və bir sual vermək istəyərdim. Bu yerdə ki, siz qeyd etdiniz Ənsardan təqribən 75 nəfər dediniz də. Bəli, ikinci əqəbədə. Burada yəni o 75 nəfərin hamısı ki iman gətirmişdi Peyğəmbər sallallahu əleyhi və səlləm. Hamısı Peyğəmbərə beyət elədilər. Beyət elədilər. Amma yəni biz deyə bilərik bütün Mədinə əhli iman gətirmişdi, yoxsa fəqət orada ancaq 75 nəfər iman gətirmişdi? Burada fərqli fikirlər var bu barədə. İndi bir neçə dəqiqədən sonra inşallah icazə versiniz. Bu barədə söhbət eləyəcək. Bəzi orada beyət eləyənlər var idi ki, qaydandan sonra öz tayfaların, öz qövmün hidayət elədilər. Onların bəzilərinin necə hidayət olması barəsində inşallah söhbət eləyəcək. Bəli, Mədinə əhlinin demək olar ki, əksəriyyəti müsəlman oldular. Həm əvvəldən olmuşlar, həm sonradan oldular. İndi onlar necə oldu? İnşallah onlara da mən işarə edəcəm. Mərhələ bəli işarə edəcəm inşallah. Birinci məsələ bu idi. İkinci məsələ hansı üstünlüyü idi ki, bunlarda bu rəhbərlik hissini oyatdı. Yəni, rəhbərliyə ləyaqəti oyatdı ki, yəni biz layiqıq bu rəhbərliyə. İkinci məsələ bundan ibarətdir ki, bildiyiniz kimi bir Xəzrəc qəbiləsi var idi. Bir də Ovs. Bunlar hər ikisi Mədinədən gəlmişdilər. Bunların da başçısı var idi. Məsələn, Səd ibn Ubadə ən tanınmış bir şəxs idi. Xəzrəc qovmunun, qəbiləsinin başçısı idi. Və digər şəxs də Usayd ibn Huzeyr, bu da ki, Ovsun başçısı idi. Bu iki nəfər və üçüncü şəxs Uveyn bin Said, dördüncü şəxs və Mu'in bin Udey, bu dörd şəxs baxmayaraq ki, həm orada bu əqəbədə
beyət eləmişlər Peyğəmbərlə. Bundan da əlavə Peyğəmbər salavatullah Mədinəyə hicrət etdikdən sonra bu şəxsləri nüqaba adlandırırdılar. Nüqaba yəni orada bir neçə nəfər vardı ki, Peyğəmbər salavatullah şəxsən onları bütün Mədinə əhalisinə rəhbər, nəzarətçi kimi təyin eləmişdi. Həm öz tayfalarına nəzarətçi idilər, həm də ki, bütün Mədinə əhalisinə nəzarət edirdilər. Onlar artıq orada nəzarətçi idilər. Onlar, Peyğəmbər onlara, məsələn, etibar edirdi. Buna görə bunlara dedilər nüqaba. Nüqaba yəni, əgər əsl mənasını götürsək, tayfa başçıları deyirdilər. Amma burada isə tayfa başçılığından əlavə, bunların bəziləri tayfa başçısı idi. Məsələn, Səad ibn Ubadə Xəzrəcin tayfa başçısı idi və Peyğəmbərin ən yaxın sahabəsi idi. Və digər Üseyd bin Huzeyr də bu Xəzrəcin yox, Ovsun tayfa başçısıdır. Bundan da əlavə bütün Mədinə əhalisinə bunlar nəzarət edirdi. Bu 4 nəfər. Bunlar da orada nüqaba, yəni orada nə hadisə var idi, nəzarətə bunlar edirdi. Ona görə bunlarda ikinci bir üstünlük var idi. Baxın, Peyğəmbər salavatullah bunlar barəsində nə demişdi? Buyurur ki, Əntum alə qovmikum bimə fihim küfəlâ'u kəfalətil havariyyin li İsə ibn Məryəm. Peyğəmbər bunlar barəsində buyurmuşdu ki, necə İsa ibn Məryəm, yəni İsa aleyhissalam barəsində ki, onun həvariləri var idi, onlar da vəkil idilər və yaxud onlar nəzarətçi idilər, İsa aleyhissalam tərəfindən təyin olmuşdu. Deyir, siz də mənim üçün eynən onun kimisiniz. Mən sizi təyin eləmişəm, onlar bütün müsəlmanlara nəzarətçi. Sonra isə buyurur, və ənə kafilun alə qavmi, yəni əl-muslim. Mən isə bütün müsəlmanların kəfiliyəm, nəqibiyəm və yaxud onların nəzarətçisi. Bütün rəftarına, əməlinə mən nəzarətçiyəm. Peyğəmbər salavatullah bunları təyin eləmişdi bütün müsəlmanlara və bunların da başçısı Peyğəmbər özü idi. Və buna görə ikinci üstünlük bu idi ki, bunlar artıq müsəlmanların içərisində ən tanınmış həm tayfa başçıları idilər, həm də Peyğəmbərin yaxın sahabələri idilər və digər bir məsələ isə Peyğəmbər artıq bunları təyin eləmişdi. Bütün müsəlmanların əməllərinə bunlar nəzarət edirlər. Bu ikinci məsələ. Yəni, ustad, bu həqiqətən də kiçik bir məqam deyil. Yəni, Peyğəmbər salavatullah bunları yəni, həm etibar edirdi, bunlar kimi yəni, şəxsiyyətli insan idilər. Yəni, ona görə qeyd etdiyiniz məsələdə həqiqətdə insanda o bəzən həssas nöqtəli məqamlarda bu özünü bir üzə verir ki, insanda boşluq yaransa, bu kimi şeylər artıq orada mənfi cəhətdən özünü bir üzə verir. Ötən verilişimizdə də gözəl bir məqama qeyd etdiniz ki, insanda bir növ təkəbbürlük mü deyək, yəni necə deyim, rəhbərlik hissi yaranır. Daha həssas məqamlarda özünü mənfi cəhətdən bir üzə verir. Bilirsiniz, bəzi insanlar bəzi vəzifələrdə işləyəndə o insanlarda müəyyən hətta o vəzifə, ustul mu deyim, bu rəhbərlik eşqi çoxalır. O insan sabah işdən kənarlaşsa da onun üçün yaşamaq çox çətin olur. Və o insanlarda həmişə bu rəhbərlik iddiası, bu yaranır, bu ruhiyyəsi yaranır. Ona görə də ikinci olan üstünlüyü bu idi ki, onlar həm əqəbə, birinci əqəbədə, həm ikinci əqəbədə olmaqlarına baxmayaraq Peyğəmbər onlara etibar edirdi. Bunlar da nüqaba edirlər. Üçüncü bunların üstünlüyü nədir? Bunların üstünlüyü, üçüncü siz bayaq bir sual verdiniz. Dediniz ki, məsələn bu hamısı müsəlman idi, yoxsa hamısı müsəlman deyildi. Baxın, bildiyiniz kimi, burada Peyğəmbər salavatullah həm Səad ibn Ubadə, bu Xəzrəc qəbiləsinin başçısı idi. Peyğəmbər buna nə edirdi? Böyük bir məqamlar vermişdi. Döyüşlərdə bayraqdar idi. Bu bir, ən öndə gedən bayraqdar idi Səad ibn Ubadə. Bu məxsusan qəzvələrdə. Peyğəmbərin bildiyiniz kimi 27 dənə qəzvələri olub. Bu qəzvələrdə Peyğəmbər şəxsən özü iştirak edib. Yəni, bir var qəzvə döyüşləri, bir də var ki, səriyyə döyüşləri. Ümumi döyüşlərini götürsək Peyğəmbərin 83 və ya 84 dənə olub. Amma bunun içərisində 27 dənəsi buyururlar ki, qəzvə olub. Qəzvə, yəni Peyğəmbər sallallahu şəxsən orada döyüşdə iştirak etdikləri döyüşlər deyirlər qəzvə. Amma digər döyüşlər ki,
yəni xırda olub, yəni böyük bir döyüş olmayıb, orada peyğəmbər iştirak etməyib, onlar da səriyyə deyirlər. Aha. Şəxsən peyğəmbər sallallahu qəzvələrdə Səad ibn Ubadəni bayraqdar qərar verərdi. Bu birinci bəhs. İkincisi isə peyğəmbər sallallahu bəzən özü Mədinədən çıxanda Səad ibn Ubadəni canişin təyin edib qoyardı. Özünün yerinə. Bəli, bəli. O artıq orada canişin olaraq qalırdı və özün böyük sanırdı və peyğəmbər ona etibar edirdi. Amma bu Ovs qəbiləsinin başçısı Üseyd ibn Huzeyr bu şəxs kim idi? Bu peyğəmbər sallallahu bir səfiri var idi. O şəxs Mus'ab ibn Umeyr idi. Bu səfir peyğəmbər tərəfindən təyin olunmuşdu. Bu şəxs həmən Üseyd ibn Huzeyr ilə görüşəndən sonra İslam dininə dəvət edir və o qani olur və İslam dinini qəbul edir. Bu İslam dinini qəbul etdikdən sonra Üseyd ibn Huzeyr bu görüşdən sonra qayıdır öz tayfasına. Öz məntəqəsinə, tayfasına və orada bircə kəlmə söz deyir. Deyir ki, əgər mənim tayfam bundan sonra İslam dinini qəbul etməsə, bundan sonra heç bir şəxslə mən danışmayacağam. Öz tayfasından. Bəli, öz tayfasından. O da böyük tayfa idi. Mədinədə bilirsiniz ki, 2 dənə ərəb tayfası vardı. Biri Ovs idi, biri Xəzrəc idi. Bu da Ovs, Üseyd ibn Huzeyr, Ovs qəbiləsinin başçısı idi. Bunlar bundan sonra özünə haram bildi. Dedi ki, mənim üçün bundan sonra haramdır ki, bundan sonra sizlə danışmaram. Haçan danışacağam, hamız bir nəfər kimi İslam dinini qəbul etsiniz. Və bundan sonra bütün bu qəbilənin hamısı İslam dinini qəbul etdilər və sonra onlarla danışmağa başladılar. Baxın, bu qədər tayfalar içərisində bunların hörməti var idi. Bunlar onsuz da öz qəbilələrinə başçılıq edirdilər, rəhbərlik edirdilər və sözlər də keçirdilər. O cümlədən bilirsiniz, tarix boyu bizim üçün məlumdur ki, hətta bəzi ərəb ölkələrdə indi də bu yaşayır. Tayfa başçıları, o məsələn qəbilə başçılarıdır. Bunlar idarə edirlər ümumiyyətlə bu günləri bəzi ölkələrdə var, ərəblərdə var. Amma qədimdə bu bütün ərəb ölkələrində var idi. İndi ölkə olmasa da ərəb qəbilələrinin hamısında demiyorlar ki, var idi. Ona görə bunlarda bu üstünlük, bu 3 dənə üstünlüyün olması bunlarda bu rəhbərlik hissi yaratmağa səbəb oldu. Ona görə də mən üzr istəyirəm, burada Səad ibn Ubadə yaxşı bir sözü var orada. Bu bizə bunu dəqiq və aşkar formada çatdırır ki, buyurur ki, mən bunun tərcüməsini oxuyacağam. Bu özü Əl-Kamil fit Tarix kitabının 2-ci cildində və 338-ci səhifəsində və Təbəri tarixinin 2-ci cild 455-ci səhifəsində gəlib və digər kitablarda gəlib. Mən bu 2 dənəni işarə edirəm. Orada Səad ibn Ubadə başlayır bu sözləri deməyə. Buyurur ki, Allah təbarək və Teala öz peyğəmbərin bizim aramızdan apardı. Amma peyğəmbər gedənə qədər bizdən razı idi. Bizdən razı idi. Və siz peyğəmbərin gözünün nuru idiniz. Ənsara deyir. O həmən Səqifədə buyurur. Sonra isə buyurur, bəs bu xilafət barəsində möhkəm dayanın. Möhkəm dayanın. Baxın, bu 3 dənə dediyimiz bu üstün cəhət ki, Ənsarda var idi. Bunlar səbəb oldu ki, bunlarda bu rəhbərlik iddiası etməyə, bunlarda ruhiyyə yaransın. Aydın Üstad, həqiqətən də bunlar özü incə bir məqamlardır ki, insan diqqət eləməsə. Üstad, burada bir dənə də sual vermək istəyirəm. Siz ki, qeyd etdiniz, bu qəbilələr özləri, Ovs olsun, Xəzrəc olsun, öz rəhbərlərinə bağlı idilər. İndi burada belə bir sual yaranır ki, bunlar, yəni belə deyək də, qəbilələr, öz cəmaatı, tayfası Peyğəmbər sallallahu yox, birini öz başçılarının sözünə görə İslamı qəbul etmişlər. Belə bir şəraitdə bunların İslamı qəbul etməsi, yəni həqiqətdə İslamı əsl mənasında qəbul etmiş kimi sayılır, ya necə? Əgər Peyğəmbər sallallahu dövrünə biz nəzər salsaq, bunlar düzdür, zahiri baxımından götürsək, bunların diqqətində biraz problem yaranır.
Amma bunlar haqqı qəbul etdikləri üçün heç problemi yoxdur. Aha. Və çünki bunlar baxmayaraq ki, öz qəbilələrinin başçısının vasitəsilə haqqı qəbul Aha, etmişdilər bəli, bəli. və onlar haqqı qəbul etdikləri üçün də bunun heç problemi yoxdur. Aha. Ona görə də onlar peyğəmbərin ətrafında olaraq bu qədər canları, malların fəda elədilər Aha. peyğəmbər. Amma buna baxmayaraq bilirsiniz, peyğəmbər salavatullah, bunu da yaddan çıxartmayaq ki, peyğəmbər salavatullah Mədiniyə hicrət edəndən sonra bu qəbilə pərəstliyi demək olar yığışdırmışdı. Aha. Çox az onların təsiri qalmışdı. Peyğəmbərin ən üstün işlərindən biri nə idi? Avam cəmaatın o xurafat işlərə etiqadı idi. Aha. Bəli. Onların çoxunu yığışdırmışdı peyğəmbər. Düz. Sadəcə bu məsələ arada bir düzdür. Peyğəmbərin dövründə də bu şöhlənənirdi. Peyğəmbər bunu aradan aparırdı. Düz. Amma yenə də bu peyğəmbərdən sonra yenə də bu başladı yenə şöhlələnməyə. Aha. Buna görə də bu səbəb oldu. Amma bir sözdə sizə deyim ki, peyğəmbərdən sonra elə bu qəbilə başçılarının yenə də o eşqləri, məhəbbətləri ortalığa çıxmağa, necə ki onlar qəbilə başçıları vasitəsilə İslam dinini qəbul etmişdilər. Burada ilə qəbilə başçılarının vasitəsilə Əhl-i Beytin, vilayətin kənarda qoydular. Burada, əlbəttə burada hamını demək olmaz, amma yenə də görürsünüz ki, bu qəbilə başçısının vasitəsilə İslam dinini qəbul etməklə qəbilə başçısının vasitəsilə İslamdan kənarlaşdı. Kənarlaşdı. Aha, bəli, gözəl bir nöqtə idi usta. Həqiqətən də yəni düşündürücü bir haldır. Yəni bir qəbilə başçısının sözü ilə gəlirsən İslama, Bəli. onun sözü ilə də yenə ya İslamdan İslamdan kənarlaş. çıxırsan ya da ki Allah Rəsulunun Əhl-i Beytini tək qoysan. Ona görə İmam Sadiq Bəli. əleyhissalam gözəl bir hədis var. Buyurur: "İrtəddən nas ba'dən nəbi illə thalathə əv arba." Bəli. Peyğəmbərdən sonra müsəlmanlar mürtəd oldu. Ya 3 ya 4 nəfər qaldı Aha, deyir. düz. Buna Həqiqətən görə də də, gözəl. bəli. Allah razı olsun. Usta, gözəl bir nöqtədir və başqa bir sual da yaranır. Ustad istədik o sualda verək ki, onu da inşallah cavablayasınız. O da bundan ibarətdir ki, bəs nə səbəb oldu ki, bu ənsarların siyasi toplantısı ki, cəm oldular bir yerə, bu siyasi toplantı uğursuz oldu. Yəni bunlar mühacirlərin qarşısında məğlubiyyətə uğradı. Yəni bunun səbəbi nə idi? Ki siz bununla ikinci verilişdir ki, ənsar üçün bu qədər fəzilətlər, bunlar üçün bu qədər üstünlüklər qeyd edirsiniz. Bütün bunlara baxmayaraq bunların bu cəm olmaları siyasi cəhətdən uğursuzluqla nəticələndi. Bilirsiniz nə qədər ki bu müzakirələr ki orada gedirdi, Səqifədə ənsar arasında, Bəli. başdakı 6 nəfər idi. Məxsusən birinci Səad ibn Ubadə, Xəzrəc qəbiləsinin başçısı Üseyd ibn Huzeyr, Oğuz qəbiləsinin başçısı Bəşir ibn Səd, Hubab ibn Munzir, Uveym ibn Said, Muin ibn Udey, bu 6 nəfər başda olmaqla digər şəxslər də orada idilər. Bunlar müzakirə edən zaman nə qədər ki bu Əbu Bəkirdir, Ömərdir və Əbu Ubeydə Cərrah, nə qədər ki bunlar gəlməmişdi, bunlar müzakirəndə 2 dənə mühüm burada mərhələ oldu burada. 2 dənə mərhələdən keçdi bunlar müzakirələri. Birinci müzakirələr bundan ibarət idi ki, bilirsiniz, Səad ibn Ubadə, Xəzrəcin başçısı, buyururlar ki, tarixdə var, xəstə idi, qızdırmalı idi və buyururlar ki, onu kilimlə, onu büküb gətirmişdilər ora. Səad ibn Ubadə tarixdə Peyğəmbər salavatullahın yanında çox hörmətə olub. Bu şəxs bunu gətirmişdilər, orada büküb gətirmişdilər və birinci söhbəti də buna verdilər. Birinci söhbəti bu başladı danışmağa. Bu danışanda da birinci mərhələdə Səad ibn Ubadə bunları çox həssas olaraq bunları ayıltdı. Bunları elə bil ki, vəsvəsə elədi bir sözlə. Xilafətə doğru, rəhbərliyə doğru. Səad ibn Ubadənin bir neçə kəlmə burada sözü var. Mən istərdim onu oxuyun. Bu Əl-Kamil fit Tarix kitabının 2-ci cildinin 318-ci səhifəsində gəlib, Tarix Təbəri 2-ci cildinin 455-ci səhifəsində gəlib və digər kitablarda da gəlib. Bu barədə mən bunu deyim. Bu birinci mərhələdə Səad ibn Ubadə başladı söhbət eləməyə. Birinci rəhbər olaraq, yəni qabaqcıl olaraq bunu verdilər qabaq, bu başladı söhbət eləməyə. Bu buyurur ki, siz ey ənsar, heç bir ərəb
fəzilət baxımından sizə sabiqədə sizə çata bilməz. Aha. Bu birinci sözü. Peyğəmbər salavatullah öz qəbiləsində 10 ildən artıq deyir yaşadı, yəni Bəli. Məkkədə, təqribən 13 il peyğəmbərliyi dövründə. Bu müddət ərzində buyurur ki, heç bir şəxs çox az adam ona tabi oldu, beyət elədi. Çox az adam. Və bu müddətdə heç peyğəmbərə kömək edə bilmədilər. Çünki müsəlmanlar az idi, mühasirədə qaldılar, ac oldular, susuz oldular, əziyyət oldu, döyüldü, amma heç bir kömək edə bilmirdilər. İstəyir yavaş-yavaş ənsarın üstünlüklərin qaldıra-qaldıra deyə bunları təşviq eləsin, həvəsləndirsin. Sonra isə buyurur, siz onlara kömək elədiniz və sonra siz o izzət bağışladınız müsəlmanlara. Və bunun kənarında buyurur, digər uzun məsələdir. Siz İslamı defa elədiniz, müdafiə elədiniz və gəlir bu qədər sözlərin hamısını deyəndən sonra bütün orada olan ənsar hamısı birliklə bunun dediyindən sonra axırdakı bir sözü deyir, deyir ki, Peyğəmbər sizdən razı idi və siz Peyğəmbərin gözünün nuru idiniz və bu məsələdə, yəni xilafət məsələsində möhkəm dayanır. Və burada ənsar bir sözlə, hamılıqla qalxdılar, dedilər ki, söz sənin sözündə. Bundan sonra rəhbəriyyət sənin möhdündədir. Və namizəd olaraq burada birinci bunu namizəd olaraq seçdilər Səd ibn Ubadəni. Amma ikinci mərhələdə nə baş verdi? Bunu inşallah deyim, tamamlayaq inşallah. İkinci mərhələdə artıq Üveymi ibn Said belə bir söz dedi. Dedi, birdən mühacir gəldi. Məlumdur ki, əvvəlcədən mühacirin bu işdə hiləsi var imiş. Dedi, birdən mühacir gəldi. Gəldi sizin xilafətinizi qəbul etmədi. Onda nə edəcəksiniz? Orada biri də ənsar dedi ki, biri də biz deyəcəyik ki, siz özünüzdən rəhbər seçin, biz də özümüzdən rəhbər seçək. Sizin öz rəhbəriniz bizə. Bunda Səd ibn Ubadə bir sözlə, bizdə deyirlər, dalağım sancdı. Bir də üzr istəyirəm, deyir, yox, bu artıq bizim birinci məğlubiyyətimizdir. Səd ibn Ubadə deyir ki, mənim sizdən gözləntim bu idi ki, siz mənə defa edəcəksiniz, müdafiə edəcəksiniz bu mühacirlərin müqabilində, xilafət olaraq verməyəcəksiniz. Bizdə olsun. Amma siz nə elədiniz? Artıq burada siz mühacirlə baş-başa gəlməkdən çəkindiniz. Və dediniz ki, siz özünüzdən xəlifə seçin, biz də özümüzdən xəlifə seçək. Və buna görə də bu ixtilafın düşməyi, bu sözdən sonra orada ənsarın arasında sözü bir yerdə qoymamaq səbəb oldu ki, artıq bu məsələdə ənsarın məğlubiyyətinə bir səbəb olsun. Aydın oldu, Üstad, Allah razı olsun. Həqiqətən də çox gözəl və dəqiq bir nöqtələr idi ki, tarixi nöqtələr. İnsan qulaq asdıqca, eşitdikcə anlayır ki, o səqifədə nələr baş verib, hansı hadisələr baş verib. Allah sizdən razı olsun. İnşallah qismət olar yenə də gələn verilişimizdə sizin gözəl söhbətlərinizdən istifadə edərik. Təəssüflər olsun, vaxtımız tamamdır. İnşallah ki, gələn verilişimizdə görüşərik sizinlə də. Çox sağ olasınız. Təşəkkür edirik sizə. Təşəkkür. Bəli, hörmətli izləyicilər, bugün də bizə ayrılan vaxtın sonuna gəldik, çatdıq. Dəyərli ustadımız həqiqətən də çox incə, dəqiq nöqtələri qeyd eləyir. İnsan qulaq asdıqca tarixdə baş verən hadisələrdən nisbətən də olsa xəbərdar olur və Peyğəmbərdən sonra hansı hilələrin, hansı fitnələrin baş verməsindən xəbərdar olur ki, bunda da artıq Həzrəti Əli əleyhissalamın da məzlumiyyəti bir növ üzə çıxır və Allahdan arzu edirik ki, daim bizləri haqq yolunda sabit qədəm qərar versin inşallah. Allahın lütfi inayəti ilə gələn verilişlərdə görüşənədək sağ olun, salamat qalın.